Tarixdə elə insanlar var ki, onların siması ölümündən sonra belə bütün dünyada tanınır. Köynəklərin üzərində, divar rəsmlərində və etiraz aksiyalarında tez-tez rast gəldiyimiz saqqallı gəncin şəkli də onlardan biridir. O Ernesto Che Guevara'dır. Bəziləri onu azadlıq uğrunda mübarizə aparan qəhrəman, digərləri isə silahlı inqilabı müdafiə edən mübahisəli bir şəxsiyyət hesab edir. Bəs Che Guevara kim idi? Ernesto Guevara 14 iyun 1928-ci ildə Argentinanın Rosario şəhərində dünyaya gəldi. Uşaqlıqdan ağır asma xəstəliyindən əziyyət çəksə də, bu onun fəal həyat sürməsinə mane olmadı. Kitab oxumağı sevən Ernesto tibb fakültəsində təhsil aldı və həkim oldu. Onun həyatını dəyişən hadisə isə Cənubi Amerika boyunca motosikletlə etdiyi uzun səyahət idi. Bu səyahət zamanı o, yoxsulluğu, sosial bərabərsizliyi və insanların ağır həyat şəraitini öz gözləri ilə gördü. Məhz bundan sonra Guevara hesab etməyə başladı ki, bu problemlərin həlli üçün köklü siyasi dəyişikliklər lazımdır. 1955-ci ildə Meksikada Kubalı inqilabçı Fidel Castro ilə tanış oldu. Bu görüş onun taleyini dəyişdirdi. Ernesto Castro'nun rəhbərlik etdiyi inqilabi hərəkatın üzvünə çevrildi və həmin vaxtdan etibarən hamı onu Che ləqəbi ilə tanımağa başladı. Che sözü Argentina dilində dostlara müraciət formasında işlədilən bir ifadə idi. 1956-cı ildə Che Guevara və Fidel Castro kiçik bir qrupla Kuba sahillərinə çıxdılar. İlk günlərdə böyük itkilər versələr də, Sierra Maestra dağlarında partizan müharibəsinə başladılar. Təxminən 2 il davam edən döyüşlərdən sonra 1959-cu ildə diktator Fulgencio Batista'nın hakimiyyəti çevrildi və inqilab qələbə qazandı. İnqilabdan sonra Che Guevara Kubada yüksək dövlət vəzifələri tutdu. O, Milli Bankın prezidenti, daha sonra isə sənaye naziri oldu. Xarici ölkələrdə Kubanı təmsil edir və müxtəlif beynəlxalq tədbirlərdə çıxış edirdi. Lakin o, kabinetdə işləməkdən daha çox yeni inqilablar etməyi sevirdi. Bu dövrdə onun fəaliyyəti ilə bağlı mübahisələr də yarandı. İnqilabdan sonra bəzi keçmiş hökumət nümayəndələri və əleyhdarlar məhkəməyə çıxarıldı. Onların bir hissəsi edam edildi. Tərəfdarları bunu inqilabın qorunması üçün zəruri hesab etsələr də, tənqidçiləri Che Guevara'nın sərt və amansız üsullara əl atmaqda günahlandırırdılar. 1965-ci ildə o Kubanı tərk etdi. Əvvəlcə Kongoda, daha sonra isə Boliviyada yeni inqilab təşkil etməyə başladı. Lakin burada gözlədiyi dəstəyi ala bilmədi. Yerli ordu və xarici kəşfiyyatın dəstəyi ilə həyata keçirilən əməliyyat nəticəsində Che Guevara 1967-ci ilin oktyabrında əsir götürüldü. 9 oktyabr 1967-ci ildə cəmi 39 yaşında olarkən güllələnərək edam edildi. Onun son sözləri kimi məşhurlaşan ifadə belədir: "Atəş aç, sən sadəcə bir insanı öldürəcəksən." Tarixçilər bu sözlərin dəqiq şəkildə deyilib-deyilməməsi barədə fərqli fikirlər irəli sürsələr də, bu ifadə illər ərzində onun əfsanəsinin bir hissəsinə çevrilib. Ölümündən sonra Che Guevara'nın çəkilmiş məşhur portreti dünyanın ən tanınmış fotoşəkillərindən birinə çevrildi. O, bir çox insanlar üçün inqilabın, müqavimətin və azadlıq ideyasının simvolu oldu. Digərləri isə onu silahlı mübarizəni təşviq etdiyi və zorakılığı dəstəklədiyini vurğulayırlar. Bu gün də Che Guevara haqqında fikirlər iki yerə bölünür. Kimisi onu ədalət uğrunda mübarizə aparan idealist hesab edir, kimisi isə siyasi məqsədləri naminə sərt üsullardan istifadə edən inqilabçı kimi qiymətləndirir. Che Guevara'nın həyatı göstərir ki, tarixdə bəzi insanlar haqqında vahid fikir formalaşmır. Onlar həm heyranlıq, həm də tənqid doğururlar. Məhz buna görə də Che Guevara ölümündən 10 illiklər keçməsinə baxmayaraq, dünyanın ən çox müzakirə olunan tarixi şəxsiyyətlərindən biri olaraq qalır.